Mən bugün bir şeyi dərk eləmişəm ki, insan təbiətdən yaranıb, insan meşədən çıxıb, insan təbiətdən süzülüb gəlib və insan, baxın, nə qədər şəhərdə yaşayırsan yaşa, amma kəndə gedəndə insanın ürəyi açılır. Çünki bizim rifahımız, xoşbəxtliyimiz oradadır. Biz, bax, o huzur dediyimiz şey, biz özümüzü xatırlayıq, biz öz genetikamızı, biz öz keçmişimizi, kökümüzü kənddə, meşədə xatırlayırıq. Və biz kəndlərdə ocaqlarımızı söndürüb, gəlib şəhərdə, restoranlarda, qıraş, çay kömürdə, ocaq çayıdır, ocaq yeməyi axtaran insanlarıq. Bugün biz nə istədiyimizi bilmədən düşüb, bax, bir axına sürətlə gedirik, bir anlıq dayanıb, o söndürüb ocağını, bax, külünü göyə sovurduğumuz ocaqları, kəndlərdəki ocaqları düşünürəm ki, bax, xoşbəxtlik o ocaqların yanındaydı. İndi 2 nəfər, 3 nəfər oturur bir yerdə danışır ki, o odun yandırırdıq, soyuqdur. Bax, oradan biz uzaq düşürük və bu dünyanın böyük bir oyundur və biz də bu oyunun axınına düşüb gedirik. Öz ocaqlarımızı özümüz söndürüb, gəlib şəhərin izdihamında, restoranlarda, kafelərdə, ocaqda pişən yemək, çay axtarırıq. Və mən bu kimi şeylərin fərqindəyəm.